Nisə surəsi cığır ictimai birliyin yaranmasına bir qığılcım oldu. Allahın de əmri ilə səsimizi ətrafdakı bütün xeyrsevərlərə çatdırmağa cəhd etdik. Və yüzlərlə əmanətlərin səsini duyduq. Yüzlərlə xeyrsevərlər tanıdıq. Cığır ana şəfqəti ilə, yetim uşaqlara himayəçi sorağı ilə elmi ədəbi konfrans və seminarlar təşkil edir. Yetim mövzusunu cəmiyyətdə qabartmaq məqsədi ilə broşur, kitab, məqalələr nəşr edir. Mömin olmaqla bərabər yaxşı işlər görən kişilər və qadınlar cənnətə daxil olarlar. Cığır tibbi, təmir, mədəni gəzinti, psixoloji yardım, xeyriyyə satışı, mərifət dərnəyi, master-klass dərnəyi, tədris fənləri üzrə əmanətlərə yardım edir. Qobustan muzeyində Amiyanın Nəsrəddin Tusi adına astrofizika rəsədxanasında Bilasuvar şəhid Mübariz İbrahimovun ziyarəti Milli Dənizkənarı Park Nizami Muzeyi İsmayıllıda, Astarada görüşlər Cığır İctimai Birliyində könüllü çalışan qadınlar həyatlarını bu ayələr vasitəsilə xeyriyyə hərəkətinə keçiriblər. Fəaliyyət göstərdiyi zaman ərzində Cığır himayəsində olan uşaqların elmə, təhsilə, əxlaq etik normaların, kitaba, oxuya, sevgini, şövqü artırmaq baş məqsədimizdir. İlk oxu layihəmiz 2016-cı ildə olub. 2017-ci ildə Kitab Ətri layihəsi. Oxu ən böyük mədəniyyət, işığa gedən ən möhtəşəm səfərdir. 2018-ci ildə Kitab Ətri layihəsi. ildə Cığırın çox böyük arzularından biri həyata keçdi. Nisə surəsi yaratdığı mərhəmət, sevgi, qayğı şüaları yetim uşaqları və dul qadınları isitdi. Hər yeni cığır yeni bir həyatın başlanğıcıdır. Nisə surəsinin işığına toplanan qadınlar Quran gəmisində həyat səyahətlərinə davam edirlər. Allahdan gələn məktub yalnız bir toplum üçün deyildi. Quran 1400 il ərzində minlərlə toplumun həyatını dəyişdirib onlara məlhəm oldu və bizlər də onlardan biri olaq inşallah. Yeni cığırlarda görüşək.